yazılsın, sonra dərsi paylaşaram YouTube kanalında və qruplarda paylaşacağam. Demək, bildiyiniz kimi sabah imtahandır. Bu Baxaçmaz Regional Təhsil İdarəsi üzrə imtahandır. Ona görə dəstək kimi bu videonu əlavə olaraq təşkil elədim ki, bir sual-cavab eləyək. Burada iştirak eləyəcək olanlar qoşulub. Sabahki imtahanda iştirak eləyənlər var. Bəli, müəllim. Salam, vaxtınız xeyirli olsun. Salam. Sizdə laboratoriyadır da, müəllimə? Xeyr, bu bir. Uşaq Birliyi rəhbəri. Tamam. Gəlin elə onda Uşaq Birliyi rəhbəri üzrə hansı suallar düşə bilər, onlardan sual-cavab eləyək. Sualları bilərsiniz, lap yaxşı, bilməsəz cavabları deyəcəm. Bax, məsələn, əvvəlki illərdə belə sual düşmüşdü, indi ola bilər bu il düşdü. Məktəbəqədər təhsil və ümumi təhsil müəssisələri, məktəbəqədər təhsil və ümumi təhsil müəssisələrində təhsil alan, təhsil verənlər harda tibbi müayinədən keçməlidirlər? Sizə göndərmişdim bunu. Hansı tibbi müayinədən keçməlidir? Öz ərazi poliklinikalarında müəllimə. Bəli, yaşadıkları ərazi poliklinikalar tərəfindən təhsil verənlər tibbi müayinədən keçməlidirlər. Orada sizə bir neçə bənd göstərilə bilər. Tibb məntəqəsi, yaşadığı ərazidəki tibb məntəqəsi ola bilər, kənddə, qəsəbədə və s. tibb məntəqəsi belə bəndlər yazılır və s. Amma biz seçməliyik, yaşadıkları ərazidəki poliklinikada tibbi müayinədən keçməlidirlər. Yaxşı, növbəti sual. Bilirsiniz ki, etik davranış qaydalarından çox vacib sənəddir, düşür imtahana. Etik davranış qaydalarından deməli, sual-cavab eləyək də biraz. Orada neçə prinsip göstərilirdi? Neçə prinsipi var etik davranış qaydaları? Hansılar yadınızda qalıb? Bir neçəsini siz sadalayın. Etik davranış qaydalarının prinsiplərini soruşursunuz da elə? Bəli. Qanunçuluq, vicdanlılıq, loyallıq, mədəni davranış, insanların hüquq və azadlıqlarına hörmət etmək, qərəzsizlik, ictimai etimad. Düzdür. Mədəni davranışda nə deyilirdi, mədəni davranış? Mədəni davranış bütün təhsil verənlər nəzakətli davranmalı, xeyirxah olmalı, müsbət keyfiyyətlərə malik olmalıdırlar. Müəllimə əlavə eləyə bilərəm. Buyurun, bəli. Salam, hər vaxtınız xeyir. Mədəni davranışda deyir ki, təhsil verənlər davranış zamanı nəzakətli olmalıdırlar, təmkinli olmalıdırlar, tənqidi fikirlərə hörmətlə yanaşmalıdırlar. Onların geyimi, görkəmi də elə bir işlədiyi sənətə uyğun olmalıdır. Nümunəvi olmalı. Məktəbin nizam-intizam qaydalarına uyğun olmalı. Doğru. Geyiminə fikir verməlidir, xarici görünüşünə fikir verməlidir, iradları qəbul etməyi bacarmalıdır, düzdür. Bəs qərəzsizlik prinsipində nə deyilirdi? Salam müəllimə. Salam. İnsanların dinindən, əqidəsindən, milliyyətindən asılı olmayaraq onlara fərq qoymamaq, eyni münasibət bəsləmək, eyni formada təhsil vermək. Cinsinə, dininə, bəli, siyasi əqidəsinə, sosial vəziyyətindən də asılı olmadan qərəzsiz yanaşmaq. Bəli. Bundan başqa, bilirsiniz, bundan başqa həm də, məsələn, deyir ki, orada həmin bənddə göstərilirdi ki, onun şəxsi maraqları vəzifə funksiyasına, indi mən ümumi deyirəm, başa düşəcəklər, vəzifə funksiyasına təsir etməməlidir, onun maraqları. İşinə təsir etməməlidir. Yəni, hansısa bir şagirdlə arasında soyuq münasibət varsa, bunu heç vaxt öz işinə yansıtmamalıdır. Yəni, qərəzli münasibət göstərməməyi borcludur. Bəli,
Orada loyallıq prinsipi də var idi. Nə deyilirdi? Bu da eyni halda rəhbər işçilərə qarşı mediada yaxud Mediada. ictimaiyyət arasında çıxışlarında diqqətli olmaq, təhsili alçaldacaq, ləkə gətirəcək ifadələr işlətmək olmaz. Yəni bunu ifadə edir. Aha, doğru. Bir dəfə mən də bunun haqqında qeyd edeyim. Deməli, təhsil verən istər öz işlədiyi müəssisənin rəhbəri haqqında, istər də digər hər hansı bir müəssisənin rəhbəri haqqında hansısa ictimai mülahizələrdən çəkinməlidir. İctimai mülahizələr, ictimai çıxışlar etməməlidir. Vəzifə haqqında doğrudur. Loyallıqda bir bənd var idi. Daha doğrusu, yəni bir bənd də var idi. Mediada paylaşımlarla bağlı. Yadda qalır. Aha, media paylaşımlarına nəzarət etmək idi. Yəni ki, hər bir anı paylaşmaq olmaz. Aha, Təhsil prosesinin hər bir anı paylaşmaq olmaz. Belə bir şeydir. bəli, təhsil verən təhsil müəssisəsi haqqında, təhsil müəssisəsində iş prosesi ilə bağlı və yaxud da bir tədbir keçirilir, məktəbdə keçirilən bir tədbir və yaxud da ki, bir başqa ola bilər hadisə ilə bağlı. Belə deyək də, hər video, şəkil paylaşmaq olmaz. Paylaşıla bilər necə? Təhsil müəssisəsinin rəhbərliyinin müəyyən etdiyi qaydada. Doğrudur. İctimai etimad prinsipində orada nə deyilir? Nə yadda qalıb həmin prinsipdən? Mənim ictimai etimadda da deyir, kütləvi informasiya vasitələrini bir düzgün məlumat verməlidirlər. İşlədiyi müəssisə haqqında Təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, uca tutmağa təhsil borcludur. verən öz adını, öz ləyaqətini uca tutmalıdır. Təhsil müəssisəsi haqqında da kütləvi informasiya vasitələri doğru məlumatla çıxış etməlidirlər. Aha, doğrudur. Düzdür. Müəllimə, bunlar düşür də, düzdür? Bəli. Yaxşı, laborant. Burada laborantlığa hazırlaşan varsa, laborantın əmək funksiyasını deyə bilər. Bəli, mən hazırlaşıram. Yadınızda qalır. Bəli. Laborant laboratoriya otağına nəzarət etməlidir. Avadanlıqlarına, cihazlara, dərs üçün hazırlıq görməlidir. Yəni cihazları, avadanlıqları hazırlamalıdır. Müəlliməyə dərs zamanı kömək etməlidir. Şagirdləri təlimatlandırmalıdır cihazlar haqqında. Əgər hansısa laboratoriya işləri aparılacaqsa, həmin maddələrin, yəni reaksiyası falan da, yəni onların xarakteri haqqında məlumat verməlidir. Məlumatlı olmalıdır. Bəli, həmin reaksiyalar haqqında əvvəlcədən müəllimlə əlaqəli olaraq məlumatlı olmalıdır. Doğrudur. Qoruyucu vasitələrdən istifadə olunmasını həm özü təmin etməlidir özü üçün, həm də şagirdlərə izah edib onların da yəni təmin olunmasını təşkil etməlidir. Aha, təhlükəsizlik qaydalarıyla bağlı məlumat olmalıdır və bunu da şagirdlərin nəzərinə çatdırmalıdır. Necə davranmaq lazımdır və s. Bir şey deyim ki, laborant məktəbdə fənn müəlliminə tabedir, yəni onunla birlikdə işləyir də. Fənn müəlliminə tabedir deyəndə səhv başa düşülməsin. Fənn müəllimi məsələn ona töhmət verə bilməz, ona xəbərdarlıq verə bilməz, onu işdən çıxarda bilməz, işə götürə bilməz. Sadəcə olaraq birlikdə iş barəsində işə görə deyirik ki, ona tabedir. Laborantı, kitabxanaçını, uşaq birliyinin fərqi yoxdur. Hamısının işə götürəni məktəbin direktorudur. İndi bəzən deyirlər, axı imtahanladır. Olsun, imtahanla da olsa, imtahanla belə deyək də, yaradılmış komissiya tərəfindən onlar müsabiqədən keçmiş olurlar, yəni müdavimlər də. Amma onları sonra işə götürən məktəbin direktorudur. Tabe olmaq başqadır, doğru deyirsiniz. Deməli, avadanlıqlarla müəllimləri dərs məşğələsi üçün lazım olan materiallarla təmin etməlidir.
Hətta deyirlər ki, müəllim məktəbdə olmasa, laborant müəllimin dərsini əvəz edə bilməz. Müəllim, məsələn, fizika müəllimi və yaxud da kompüter müəllimi və yaxud da ki, kimya müəllimi məktəbdə yoxdursa da, onun dərsini laborant əvəz edə bilməz. Və yaxud da ki, laborant yoxdursa da, laborantın işini müəllimə köməkliyi başqası eləyə bilərmi? Yenə xeyr. Həmin müddət üçün müəllim özü öz işini təşkil eləməlidir. İndi ola bilər müəyyən səbəbə görə laborant işdə olmasa da üzürlü səbəbə görə. Aha, ödəniş dərəcələrini bilirsiniz, öyrənibsiniz. Çünki bir dəfə ödəniş dərəcəsindən sual düşmüşdü. Hansı regiondur bilmirəm. Ödəniş dərəcələrinə ixtisas tələbləri. 4-cü dərəcə ümumi orta təhsil əmək stajına tələb qoyulmadan. 5-ci dərəcə orta ixtisas təhsili əmək stajına tələb qoyulmadan. Bunu belə yadda saxlayaq. Yaxşı, laborant pedaqoji işçi sayılırmı? Bəli, pedaqoji işçidir. Doğrudur. Təhsil haqqında qanunda maddə 31-də göstərildiyi kimi laborant pedaqoji işçidir. Uşaq birliyi rəhbəri, kitabxanaçı, psixoloq, bunlar da pedaqoji işçi sayılırlar. Katibə məsələn pedaqoji işçi katibə deyilə bilməz, deyə bilmərik. Çünki qanun bunu təsdiqləməyib deyə biz onu deyə bilmərik. Amma bu sadaladığımız vəzifələr üzrə pedaqoji işçi deyə bilirik. Doğrudur. Bir sizə məlumat verim. İndi birdən imtahana düşər. Bəzi regionlarda imtahanlara düşür, bəzilərində düşmürdür. Mən hər ehtimala qarşı bunu da sizə deyim, məzuniyyətlə bağlı. Deməli, laborantların məzuniyyət dövrü. Laborantlar üçün məzuniyyət günü neçə gündür? 30 gün. Uşaq birliyi rəhbəri üçün məzuniyyət nə qədər verilir? Təhsil, əmək məzuniyyətini gedir söhbət. Bəli, əmək məzuniyyəti, baxın, məzuniyyətin də növləri var. Əmək məzuniyyəti var, sosial məzuniyyət var, ödənişsiz məzuniyyət var, təhsilə görə məzuniyyət var. Bax, məzuniyyətin növləri bunlardır. Deməli, bir də sadalayıram, məzuniyyətin növləri demək hansılar oldu? Əmək məzuniyyəti, bu bir. Sosial məzuniyyət, bu iki. Üçüncü, təhsilə görə, təhsil və yaradıcılıq üçün verilən məzuniyyət. Dördüncü də ödənişsiz məzuniyyət. Məzuniyyət haqqında bir şey deyim ki, məlumatla verim ki, bir işçinin 6 ay stajı olduqdan sonra məzuniyyət hüququ yaranır. Birdən imtahanda düşər. Belə, demək ki, laborantlarda 30 gündür əmək məzuniyyəti. Əmək məzuniyyəti özü əsas və əlavə məzuniyyətlərə ayrılır. Əsas və əlavə. İndi o deyəcəm əlavə necə olur. Əsas məzuniyyət laborantda 30 gündür, uşaq birliyi rəhbərində 56 gündür, təsərrüfat müdüründə 30 gündür, kitabxanaçıda 30 gündür, katibədə 21 gündür əmək məzuniyyəti. Kimlər ki 30 gün və 21 gün məzuniyyətə çıxır, onlar üçün əlavə məzuniyyətlər verilir. Niyə 30 gün, 21 gün deyirəm, belə yadınızda saxlayın. Məsələn, uşaq birliyi rəhbərinin əlavə məzuniyyət verilirmi? Rəhbərin əlavə məzuniyyəti olurmu? Xeyr. Çünki o 56 təqvim gün məzuniyyətə çıxır. Amma laborant, kitabxanaçı, təsərrüfat müdürü 30 gün. Yenə deyirəm, katibə 21 gün əmək məzuniyyətinə buraxılır. Əlavə məzuniyyət nədir? Əlavə məzuniyyət bir uşağa görə verilir, bir də staja görə verilir. Staja görə verildikdə, baxın, 5 ilə qədər staj olduqda ona əlavə məzuniyyət hesablanmır. Məsələn, laborant işə qəbul olub, 4 il işləyir, ona neçə gün veriləcək məzuniyyət? 30 gün. 1 il işləyir, 30 gün. 2 il işləyir, salam, 2 il işləyir. Olar, onu mən izah eləyim. Olar, Buyurun. Deməli, 5 il tamam olduqdan sonra, çünki onu mən işləyirəm ona görə. 5 il tamam olduqdan sonra, 4 ildə bəli, əlavə verilmir. 5 il tamam olduqdan sonra 2 gün əlavə olunur. 5 ildən 10 ilə. 10 il tamam olduqdan sonra, artıq 11-ci ilə keçəndə məzuniyyətə əlavə olunur. 10 ildən 15 ilə 4 gün əlavə olunur. 15 il tamam olub, artıq 16-cı ilə keçəndə isə 1 həftə, yəni 6 gün məzuniyyətə əlavələr olunur. 5 ilə 2 gün düşür də. 5 il tamam olduqda, yəni 5 ilin bu ildirsə yox, 5 il tamam olub artıq keçməlisən 6-cı ilə. Biz
Yəni mən onu işləyirəm, ona görə deyirəm. Biz 2 gün veririk. Hı hı. 5 ildən 10 ilə. Düzdürmü müəllimə? Siz də Düz, indi rəhbərsiniz də, siz bu işlə işləyirsiniz. düz deyirsiniz, bəli, elədir. 5 il 25 ildən sonra 10 gündür də artıq o daha böyük stajı olanlar. bilsiz necədir? Bax Bizdə belə deyək. bizdə. Aha, Doğru buyurun. deyirsiniz. Deməli, 5 ilə qədər verilmir əlavə məzuniyyət. 5 ildən 10 ilə qədər doğru deyirsiniz. Siz deyin kimi 2 gün əlavə məzuniyyət verilir. 10 ildən 15 ilə qədər 4 gün staj olduqda, stajdan gedir söhbət. O qədər sözü nə deyirik? Stajı deyirik. 10 ildən 15 ilə qədər stajı varsa da, yəni 11 il, 12 il, 13 il, 14 il, 15 il stajı varsa da 4 gün əlavə məzuniyyət veriləcək. 15 ildən çox, artıq orada rəqəm yoxdur da. 15 ildən çox staj olduqda 6 gün əlavə məzuniyyət verilir. Yəni orada 25, 20 il, 30 ilə ayırmırıq. 15 ildən çox hər kəsə, məsələn 16 il staj olana da, 25 il staj olana da əlavə məzuniyyətin müddəti 56, üzr istəyirəm, 6 gün 6 olur. gün. 6 gün. Məsələn, laborantın stajı tutaq ki 17 ildir. Neçə gün veriləcək məzuniyyət? Cəmi. Laborantın 6 17 gün. ildə 4 gün. 6 gün, niyə? 15-dən yuxarı. Ay 10 ildən 15 il özüm dediyim, hə. Aha. 16 15 ildən yuxarı artıq 16-cı ildədirsə, bir həftə, 6 gün, 6 gündür. Elə bir siz demişdiniz müəllim, 10 günə kimi laborant 2 günlük əlavə elə bir məzuniyyətə çıxır. 15 illik demişdiniz ki 5 günlük. Yox, 15 ildən yuxarı 4 elə gün. müəllimə Yox. düzdür? 5 ildən yuxarı staj olanda 2 gün. 10 ildən yuxarı olanda 4 gün əlavə olunur. 15 ildən yuxarı olduqda isə 6 gün əlavə olunur. Düz deyirsiniz. İndi laborant cəmi məzuniyyətə çıxanda cəmi həmin laborant 16 il, 17 il stajı varsa da cəmi 36 gün məzuniyyətə çıxır. Bəli. 30 Bəli. gün əsas məzuniyyətdir, 6 gündə əlavə məzuniyyət verilir. Uşağa görə də əlavə məzuniyyətlər var. Onu da bilirsiniz, izah edə bilirsiniz müəllimə? 14 yaşına qədər Onu uşağa görə belədir. Onlar İki gün deyim, məzuniyyət 2 gün verir. veririk biz. Bir uşağa, o da yaş həddi var. Səhv eləmirəmsə 14 yaşına kimi olan uşaqlara, uşaqlı ailələrə biz 2 gün əlavə veririk də. Yəni qadın olarsa da məzuniyyətə buraxdığımız şəxs 2 gün əlavə veririk bir uşağa. Bəs uşaq sayı 3 və daha çoxsa da Bizdə beş buhalteriya hesablananda bir uşağa görə 2 gün əlavə veririk. bax, deməli Hər uşağa 2 gün əlavə olunur da. hər uşağa Artıq yox, Aha. bir dəqiqə. yox, o yaş həddi var, yaş həddi məsələsi var. Məncə məzuniyyəti biraz artırarlar. Baxın, bir uşağı, 2 uşağı varsa da deməli 2 gün əlavə məzuniyyət, doğru deyirsiniz. 3 və daha çox uşağı olarsa 5 gün əlavə məzuniyyət verilir. Bax, misal üçün, laborant 2 il işləyir, stajı 2 ildir. Buna deməli, staja görə əlavə məzuniyyət düşmür. Amma 3 uşağı var. 30 gün özünün məzuniyyəti, əsas məzuniyyət, 5 5 gündə gündə əlavə. əlavə məzuniyyət. Əlavə 35 gün. Və yaxud da bir uşağı var. Bəli, 14 yaşına qədər bu mütləq şərtdir da, yəni 14 yaşına qədər. 14 yaşından yuxarı olanda uşağa görə məzuniyyət verilmir əlavə. Doğru deyil. Aha, bunlar da dedim ki, bəlkə qarşınıza çıxar hardasa. Bir də nə düşə bilər sizə oradan? Əsas Bəli, məzuniyyət uşaq birliyi rəhbərlərinə sənədlərlə iş düşə bilər. məktəb sənədləri ilə bağlı. Hə. Məktəb sənədləri ilə bağlı sizə göndərmişəm. Oxunacaq material göndərmişdim. Məktəbdə neçə Yəni- növ sənəd olur? Tez bir sual cavab eləyək, birdən düşər. Neçə növ sənəd olur? Tədris, pedaqoji, maliyyə, təsərrüfat sənədləri. Mən bir ümumi məlumat verim bununla bağlı.
Düzdür. Əslində sabahki imtahan üçün məncə orada sizin proqramda yox idi onunla bağlı. Amma yenə də deyim. Məktəbdə iki formalı sənədlər olur, iki növ deyək də, iki yerə ayıraq da məktəb sənədləri. Məktəb sənədlərini iki yerə ayıraq. Bir tədris pedaqoji sənədləridir, bir də maliyyə təsərrüfat sənədləridir. Tədris pedaqoji sənədləri, baxın adından da bəllidir. Tədris pedaqoji sənədlər. Deməli, jurnalların hamısı, şagirdlərin şəxsi işləri, tədris pedaqoji sənədlərdir. Sonra əmr kitabı, pedaqoji şuranın protokol kitabı, attestatların verilməsinin uçotu kitabı, gün uzadılmış qrup jurnalı. Ümumiyyətlə, jurnal sözünü gördüksə bilin hamısı. Fərqi yoxdur. Hansı, nə jurnal olur olsun. Mən burada bir xırdalamıram. Bunlar hamısı tədris pedaqoji sənədlər olur. Maliyyə təsərrüfat sənədlərindən isə, bax, bu kitabxanaçıya düşə bilər. Kitabxana fondunun uçotu kitabı. Maliyyə təsərrüfat sənədidir. Məktəbin texniki pasportu. Ambar uçotu kitabı. Bax, bunlar hamısı maliyyə təsərrüfat sənədləridir. Yəni, sizə lazım, məsələn, kitabxanaçıya düşə bilər sənədlərlə bağlı kitabxana fondunun uçotu kitabı məktəbdə olan bir sənəddir. Bu da maliyyə təsərrüfat sənədinə aiddir. Sonra, deməli, Uşaq Birliyi rəhbərinə hansısa regionda bir dəfə sual düşmüşdü pedaqoji tələblərdən. Pedaqoji tələblər deyəndə hansılar idi? Pedaqoji prosesin tamlığı, şagird yönümlülük, şəxsiyyət yönümlülük, inklüzivlik. Yadınıza düşdü? Nədən danışıram? Aha, inkişaf yönümlülük, dəstəkləyici mühitin yaradılması. Düzdür. Bax, bundan bir dəfə sual düşmüş. Cavab verməyəndə səsi bağlayaq. Kiminsə səsi ilə bir verir. Səsləri bağlayaq, zəhmət olmasa. Demək, pedaqoji prosesin tamlığına sizə bir sual verim, tamlığına aid. Məsələn, təhsil verən sinifdə belə deyək, nizam-intizamı yaradır. Amma sinifdə tədrisin keyfiyyəti aşağıdır. Belə olan halda hansı tələb pozulmuş olur? Hansı pedaqoji tələb pozulur? Pedaqoji prosesin tamlıq tələbi. Tamlıq pozulub. Düz Çünki deyil. həm öyrədici, həm tərbiyə edici, inkişaf etdiricidir. Yəni, üçü birində Aha, vəhdət təşkil edir. Yalnız düzdür. tərbiyə verməklə, təhsil verməməklə olmur. Hə, Təhsil, tərbiyə, inkişaf üçü bir arada. doğru deyirsiniz. Bunun biri yoxdursa da, deməli, pedaqoji proses tam deyil. Demək, bir də deyirəm, pedaqoji prosesin tamlığı öyrədici, tərbiyə edici və inkişaf edici xarakter daşımalıdır. Biri yoxsa da deməli tam deyil və yaxud da öyrədir, amma tərbiyə etmir. Bunda da pozulur. Aha. Bərabər imkanların yaradılmasında asandır. Necə yadda saxlamışdıq? Təhsil alanlar üçün bərabər şəraitin yaradılması. Hamı üçün eyni şəraitin, bəli. Açar söz, eyni təlim şəraitinin təmin edilməsi. Doğrudur. Şəxsiyyət yönümlülükdə açar sözü necə yadda saxlayırdıq? Biz cümlənin içində nəyi yadda saxlamalıyıq ki, əsas məqamdır? Təhsil alanların idraki, ünsiyyət və psixomotor fəaliyyətləri, bir də Aha. onlarda bəşəri dəyərlərin formalaşdırılması. Doğrudur. Ümumiyyətlə, harada, məsələn, şəxsiyyət yönümlülük prinsipini bir neçə yerdə görə bilərsiniz. Kurikulumda da var. Hər birində dəyərlərin formalaşdırılması əsas, belə deyək, açar sözdür. Dəyərlərin formalaşdırılması dedikdə orada demişdim ki, Milli bəşəri dəyərlərin formalaşdırılması şəxsiyyət yönümlülükdədir. Şagird yönümlülükdə isə təhsil tələb səs kəs. şəxsiyyət yönümlülük artıq onun tərbiyə yönüm formasındadır. Aha. Səsiniz qırıldı müəllimə, internetə görə yəqin. Deməli, şagird yönümlülükdə dedik ki, təhsil alanın mənafeyinin müdafiəsi açar sözümüz olsun. Hə, baxın, şagird yönümlülükdə şəxsiyyətin formalaşması sözü var. Birdən bu sizi çaşdırar. Elə bilərsiniz ki, şəxsiyyət yönümlülükdür. Xeyr. Şagird yönümlülük prinsipinin tələbinin içərisində şəxsiyyətlərin formalaşmasına yönəldilməsi. Cümlənin sonunda belə bir fikir söylənti. Amma biz açar söz onu götürmürük.
Ona görə dedim ki, o sizi birdən qarışdırarsınız iki tələb arasında sizdə çaşqınlıq yaranar. Şagird yönümlükdə açar sözümüz təhsil alanların mənafeyinin müdafiəsi. Təhsil tələbatının ödənilməsi, istedadının reallaşması. Bunlar hamısı şagird yönümlülük prinsiplərinin açar sözü kimi götürülə bilər. İnkişaf yönümlükdə açar sözünə götürülür. Milli bəşəri dəyərlərin inkişafı. Yox. İnkişaf yönümlükdə inkişaf perspektivlərini, Dəyərləri inkişaf deyildi. perspektivləri, baxın, inkişaf yönümlülüyün dəyərlə və yaxud da təhsillə onu elə demirik də, əlaqələndirmirik. İnkişaf yönümlülük, inkişaf perspektivlərini ehtiva edən tədbirlərin həyata keçirilməsi. Təhsil nailiyyətinin təhlilindən alınan, baxın, təhsil nailiyyətinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən tədbirlərin həyata keçirilməsi. Bax, inkişaf yönümlülük tələbində belə göstərilir, belə yadda saxlayırsınız. Açar söz inkişaf perspektivləri kimi də nəzərdə saxlaya bilərsiniz. Mən sizə belə də izah etmişdim. Deyirdim ki, baxın, şagirdlərin təhsil nailiyyətinin təhlili. Monitoring keçiririk. Monitoringi təhlil edirik. Yəni, neçə uşaq 2 aldı, sinifdə neçə uşaq 3 aldı, 4 aldı, 5 aldı. Onu təhlil edəndən sonra bilirik ki, şagirdlərimiz nəyə çatmalıdır? Biz burada hansı işi görməliyik ki, inkişaf olsun? Demək, biz 2 alanlarımızın sayını azaltmalıyıq. Azaltmaq üçün də özümüz üçün tədbir, belə deyək də, plan qurmalıyıq, tədbir təşkil eləməliyik və inkişaf etməlidir uşaq. Bax, belə yadda saxlayın. Fəaliyyətin stimullaşdırılmasında açar söz nə idi? Şagird nailiyyətinin izlənilməsi və dəyərləndirilməsi. Doğru, doğru. Bir də Açar söz, fəaliyyətində səmərəliliyin artırılması. baxın, stimullaşdırma yəni həvəsləndirmə. Biz nə vaxt həvəsləndirdik şagirdi? Nə vaxt şagirdin dərsə marağını, nə bilim, siz öz tədbirinizə marağını, uşaq birliyi rəhbərsiz tədbir keçirirsiniz. Nə vaxt uşağı həvəsləndirəcəksiniz, stimullaşdıracaqsınız? Onları dəyərləndirdikdə. Ona görə açar söz kimi nailiyyətin izlənməsi və dəyərləndirilməsi. İzləyirsiniz, dəyərləndirirsiniz, yəni sertifikat verirsiniz, təşəkkürnamə verirsiniz, sağ ol deyirsiniz, məsələn, afərin deyirsiniz. Baxın, bunun özü də stimullaşdırmadır. Və dəyər verirsiniz, dəyərləndirirsiniz. Stimullaşdırma, dəyərləndirmə. Dəstəkləyici mühitdə necə yadda saxlamışıq? Dəstəkləyici mühitdə də zəruri infrastruktur və sağlam mənəvi psixoloji mühit olmalıdır. Aha, bəli. Demək, Maddi-texniki baza. dəstəkləyici mühitin yaradılmasında biz şagirdlərə dəstək göstərməliyik. Həm psixoloji dəstək, həm də infrastrukturla bağlı, maddi-texniki baza ilə bağlı dəstək. Yaradılması, elə yadda saxlayaq da, Salam müəllim. Olar. Əgər onlar üçün təhlükəsiz təhsil şəraiti yaradırsınızsa da, deməli onları dəstəkləyirsiniz, qoruyursunuz. Təhlükəsiz təhsil şəraitinin yaradılması. Bəli, açar söz ilə bunu götürə bilərsiniz. Onun içərisində çox şeylər deyilir, amma siz açar söz kimi təhlükəsiz təhsil şəraitinin təmin edilməsi cümlənin sonunu açar söz kimi götürə bilərsiniz. İnklüzivlikdə nə deyilir? İnklüzivdə də deyilir ki, şagirdlərin fiziki, psixoloji vəziyyətindən asılı olmayaraq bütün şagirdlər üçün təhsil əlçatan olmalıdır. Aha, doğrudur. Həm fiziki, həm psixi, həm də intellektual xüsusiyyətindən asılı olmayaraq, sağlamlığından asılı olmayaraq. Məktəb valideyn əlaqəsinin tənzimlənməsində də asan idi. Məktəbdə valideyn rolunun təmin edilməsi. Qısa belə yadda saxlayın. Cümlə uzundur. Cümlənin sonunda göstərilir valideynlərin rolunun təmin edilməsi. Bu da bizim olsun açar sözümüz. Məktəb valideyn əlaqələrinin tənzimlənməsində. Sonra sizə hər ehtimala qarşı bir dənə də səriştələri göndərmişdim. Səriştə təhsil verənlərdə hansı səriştələr formalaşdırılır? Təhsil müəssisəsində, məktəbdə, təhsil verənlərdə neçə növ səriştə formalaşdırılır? Təfəkkürlə bağlı səriştələr, fəaliyyətlə bağlı səriştələr və dəyərlərlə bağlı səriştələr. Düz deyirsiniz. Təfəkkürlə bağlı səriştələri deyin.
Onlarda yaradıcılıq, tənqidi təfəkkür, problemləri həll etmə, qərar qəbul etmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilir. Fəaliyyətlə bağlı səriştələr adından da götürüldüyü kimi uşaqların əməkdaşlıq qabiliyyətlərinin artırılması, ünsiyyət bacarıqlarının artırılması, rəqəmsal, maliyyə savadlılıqlarının artırılmasına yönəldilir. Dəyərlər üzrə səriştələrə isə şagirdlərin milli kimliyinin dərk etməsi, insan hüquq və insan müxtəlifliyinə, ayrı seçkiliyinə yol verilməməsi öyrədilir. Bəli. Müəllimə, mən əmin olmadım. Bu mövzu ilə bundan öncə dediyiniz var ya, dəstəkləyici mühit falan, onlar məndə var ya yoxdur. Onlar elə bir mənə rast gəlməyib. Deməli, mənə bir dənə salam yazırsınız, mən sizə onları göndərirəm. Yaxşımı? Tamam. Bir dənə Yaxşı. salam yazın. Yəni bu səriştələr mövzusu çox geniş idi. Orada cədvəl var idi. Məsələn, təfəkkürlə bağlı səriştələr yaş qruplarını görə bölünürdü. Hansı yaş qruplarında necə xarakterizə olunur uşaqlarda? Dərinliyinə qədər düşər imtahanda, yoxsa belə üzdən Yox. düşər? Cədvəldən düşünəcək. Ümumiyyətlə cədvəldən heç direktorlara, müavinlərə də düşmür. Sadəcə siz bunları yadda saxlasaq yaxşı. Sonra sizə hansı mövzudan sual cavab edeyim? Gəlin təhsil haqqında qanundan bir-iki sual cavab edək, sonra keçək əmək mühafizəsinin əsas məqamlarına görə yoldan edəyik bizə. Neçə təhsil pilləsi var ölkəmizdə? 5 təhsil pilləsi var. Hansılardır? Məktəbəqədər təhsil pilləsi, ümumi orta təhsil pilləsi, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil. Və bunların səviyyələri var. Məktəbəqədər təhsilin səviyyələri yoxdur. Orta Ümumi təhsildə 5 təhsil, üzr istəyirəm. Ümumi təhsilin neçə səviyyəsi var? Hansılardır? 3 səviyyəsi var. İbtidai təhsil, orta təhsil və tam orta təhsil. İbtidai, ümumi orta. Ümumi orta. Orta ixtisas yazılanda, baxın, orta ixtisas yazılanda ixtisas harda olur? Məktəbdə ixtisas. O kollec təhsilidir. Bəli, o kollecidə, ümumi ortada da bəli. Bir dəfə kitabxanaçılara sual düşmüşdü. Naxçıvanda düşmüşdü, səhv eləmirəmsə. Ümumi təhsil müəssisələri hansı elektron sistemlərə qoşulmalıdır? Hansı elektron sistemə qoşulur? Teams, məzun şagird. Şagird məzun və timsə T, M, I, S böyük hərflərlə Teams. Bəzən elə bilirlər ki, o proqramda dərsə qoşulurlar, onlayn platformanı deyirlər. Xeyr, o deyil. Teams təhsilin mərkəzləşdirilmiş informasiya sistemi. Bir buna baş hərfləri yazılır. T, M, I, S. Demək, bir buna qoşulur. Bu bir. İkincisi də şagird məzunu. Doğru. Demək, neçə növ təhsil müəssisəsi var ölkəmizdə? Demək, 3 növ. mülkiyyət növü. Dövlət, özəl. Mülkiyyət növünə görə 3 növ. Bələdiyyə bir də. Aha, bəli. Özəl, dövlət, bələdiyyə, düz. Sonra təhsil forması. Neçə təhsil forması var? 3 təhsil forması var. Formal, informal, qeyri-formal. Düzdür. Formal, qeyri-formal, informal. Məktəblərdə verilən təhsil hansı təhsil formasıdır? Formal. Niyə? Niyə? Sonda Sənət verilir. Sonda formal verilir. Düzdür, xanımlar, düzdür. Müəllim, sonunda dövlət sənədi verilən təhsil formal təhsildir. Düz deyirsiniz. Sonra bir dəfə sual düşmüşdü. Ümumi təhsildə hansı, baxın, ümumi təhsildə deyirəm. Hansı təhsil alma formaları var? Ya bilən distant xaric hamısılar mənim. Xeyr, əyani. Təkcə əyanidir. Düz deyil.
Deyir ki, qiyabi ilə distantı çıxandan sonra hamısı ola bilər. Müəllimə, bəli. Hamısı ola bilər. Bunu keçən dəfə də demişdim ki, burada diqqətli olun. Ümumi təhsildə soruşarsa, baxın, təhsildə hansı təhsil alma formaları var deyəndə, təhsildə. O zaman əyani, qiyabi, distant, eksternant, evdə, fərdi, stasionar, bunlar hamısı təhsil alma formalarıdır. 7 formanı deyirdik. Amma sualda göstərilsə ki, ümumi təhsildə, o zaman cavab variantında biz qiyabi, bir də distant olmayanı götürməliyik. Ümumi təhsil üçün soruşulursa. Yaxşı, bax buna diqqət edərsiniz. Bəli. Müəllim, bu fərdi təhsil, evdə təhsil, stasionar təhsil, bunlar sərbəst təhsilin tərkibinə daxildir, yoxsa necə? Yox. Bunlar sərbəst təhsil deyil. Ayrı. Sərbəst təhsil almada müəllim dərs keçmir uşağa. Uşaq özü sərbəst oxuyur. Amma evdə də fərdi, stasionar, bunların hər birinə müəllim dərs keçir. Yəni hansı təhsil alma formasının tərkibinə aiddir onlar? Stasionar, evdə, fərdi. Onların özlüyündə təhsil alma formalarıdır. Heç birinin tərkibi deyil. Deyil. Aha, bəli, tərkibi deyil. Çünki biz adətən 4-ünü sadalayırıq, əyani, qiyabi, distant, sərbəst olaraq. Bəli. Ona görə deyil. Bilirsiniz necə? Birdən əyani olmaz, bənddə fərdi olar, evdə olar, stasionar olar, götürə bilərsiniz onların içində. Çünki onlar da təhsil almadır. Çünki siz adətən 4-ünü göstərirlər, amma siz əlavə bilin ki, 3-ü də var. 3-ü də var ki, onlar da məktəblərdə təşkil oluna bilir. Bilmirik də sual necə düşəcək. Yəni ona görə biz ehtimalların hamısını deməliyik ki, nədən düşə bilər. Yanğınla bağlı, yanğın qaydaları, qanunlar, bax gəlin bununla bağlı ümumiyyətlə fövqəladə hal zamanı hansı qaynar xətt yığılmalıdır? 112 qaynar xəttinə yığılmalıdır. Əgər yaralı, qəza, təhlükə, sel, daşqın varsa, sırf yanğın hadisəsi varsa 101-ə. 101. Zəng vurulmalıdır. Aha. Sırf yanğın hadisəsinə görə 101-i, ümumilikdə fövqəladə hadisə olarsa, bəli, o zaman 112. Fövqəladə hal dedik, bu zəlzələ ola bilər, yanğın ola bilər. Yanğın özü də fövqəladə hadisə. Yanğın ola bilər, zəlzələ ola bilər. Sonra sel, daşqın. Aha, bəli. Bilirsiniz necədir? Siz 112-yə də zəng vura bilərsiniz. İndi yəni Allah eləməsin ki, belə bir şərait yaransın, bu nömrələrə ehtiyacımız olsun, amma yenə də bilməliyik. 112-yə də zəng eləmək olar, 101-ə də zəng eləmək olar. Tək yanğın üçün, baxın, 112-yə də zəng eləmək olar. Amma siz birinci 101-ə zəng eləməlisiniz. Cavab olmazsa 112-yə də eləyə bilərsiniz. Çünki 112 hələ araşdırana qədər, seçənə qədər ki, bu hansı halla bağlı fövqəladə halı belə deyək də, seçənə qədər siz 101-ə zəng edəsəz, zaten yanğınla bağlı olduğu bilinəcək. Amma, baxın, yanğın hadisəsi zamanı xəsarət alan varsa, o zaman 112-yə birbaşa zəng eləmək olar. Çünki tibbi yardıma ehtiyac olanlar varsa da, yanğın prosesinə. Yox, sadəcə yanğındır, o zaman birbaşa 101-ə zəng edirsiniz. Sonra balonların tərkibindən də sual cavab eləyək. Neçə növ tərkibinə görə neçə növ balon var? 4 növ. Hansılardır? Maye, tozlu kimyəvi, köpüklü, bir də karbondioksidli. Düzdür. Maye dediyimizi mən sulu kimi qəbul edirəm. Sulu, quru kimyəvi, tozlu, köpüklü, karbondioksidli. Məktəblərə ən çox quru kimyəvi tozlu, bir də karbondioksid tərkibli balonlar verirlər. Çünki bunları çox yanğında istifadə eləmək olar. Məsələn, elektrikdən baş vermiş yanğını köpüklü ilə söndürmək olarmı? Yox. Köpüklü tərkiblə söndürmək olarmı? Xeyr. Deməli, elektrikdən baş verəni karbondioksidlə, quru kimyəvi tozlu ilə. Nəyi demək istəyirəm? Məktəblərə verilir quru kimyəvi tozlu, bir də karbondioksidli.
Çünki bunların hər növ yanğında istifadə eləmək olar. Karbon dioksidliyi A qrupu yanğınlar üçün nəzərdə tutulmur əslində. Məsələn, bərk materialların yanması idi də A qrupu, demişəm bunu sizə. Kağız yanması, taxta parça yanması bu kimi yanğınlar, qatı maddə yanğınları, bərk maddə. Bax, bunlar A qrupu yanğınlar sayılır və karbon dioksidli bunun üçün adətən istifadə olunmamalıdır. Amma quru kimyəvi tozlu bütün növ yanğınlarda istifadə eləmək olar. Ümumiyyətlə, yanğınları A, B, C, Y siniflərinə ayırmışdıq. A sinifi yanğınlar bərk materiallardan yanmadır. B sinifi yanğınlar maye maddələrin yanmağı. C sinifi yanğınlar qazlardan yanmaq. Y sinifi yanğınlar elektrik. Belə. Hə, bir də uşaq birliyi rəhbərinə, indi bəlkə bu sonra nə bilim digər düşə bilər, belə deyək, vəzifə üzrə. Məsələn, temperamentlərdən sual düşmüşdü bir dəfə, hansı regionu unutmuşam. Bilirsiniz, temperamentin 4 növü var, göndərmişdim sizə oxumağa. Hansılar idi? Sanguinik, melanxolik, ikinci hansı idi? Xolerik, flegmatik. Flegmatik, xolerik. Düz. Sanguin, xolerik, flegmatik, melanxolik. Doğrudur. Ən Amma bədli melanxolikdir. Mənim bununla məlumatım yoxdur. Siz bizə bunu göndərməmisiniz. Siz hansı qrupdaydınız, Salə xanım? Mənim mat qrupu da kitabxana. Hə, Mart qrupundasınız. Yaxşı, göndərəcəm. Keçən səfər də demişdim ki, psixoloqların fikrincə melanxoliya bədbəxtlik deməkdir. Çünki bədbəxtlik demək deyəndə onun mənası o deyil. Sadəcə olaraq, yəni o qədər bədbin insanlardılar ki, çox həssas olurlar, tez inciyirlər, depressiyaya tez düşürlər, ani bir şeyi uzun müddət unutmurlar, o unutmadıqlarını davamlı təkrar fikirləşdikcə yadlarına salırlar, bədbinliyə qapılırlar, tənhalığa qapılırlar, təkliyi sevirlər adətən, səbəbsiz yerə depressiyaya düşürlər, melanxoliklər. Səbəbsiz yerə kədərli olurlar, qəmgin olurlar. Baxırsan ki, heç bir hadisə yoxdur, amma çox qəmgindir. Nə olub? Heç nə, sadəcə nəsə bugün beləyəm, bax belə insanlardır, melanxoliklər. Sonra flegmatiklər. Flegmatiklər də qara dinməz, sakit təbiətli olurlar. Ünsiyyətə çətin girərlər. Flegmatik ünsiyyətə çətin girən insanlardır. Onları hər dəqiqə tez sevindirmək, nəyəsə də sevindirmək, həyəcanlandırmaq o qədər də belə asan məsələ kimi görünür. Asan məsələ olmur da. Sonra Təmkinli, soyuqqanlı, ünsiyyətdən çəkinən, sakit təbiətli olurlar. Bəli, bununla yanaşı insanlara laqeyd və soyuq olurlar. Bax, bilirsiniz necə, bunu necə yadda saxlayın. Deməli, ünsiyyətə çətin girdilərsə də insanlara da laqeyd olurlar. Çox az dostları olur və dost bildikləri insanlara da mehriban olurlar. Başqa heç, bax, məsələn, başqa onlar üçün yoxdur da, belə deyək. Ümumi hər kəsə yaxşı, hər kəsə mehriban ola bilmirlər. Hər kəsə eyni ola bilmirlər, belə deyək, flegmatiklər. Elə pis xüsusiyyətlər deyil, flegmatik. Melanxolik heç kim olmasın, o çətin xasiyyətli insandır. Xolerik necə insanlardır? Şən insanlardır. Buyur. Səbir. Şən olduğu ortamda hamıya qaynayıb qarışan bir insanlardır. Sanguin. Liderlik xüsusiyyətlərinə malik olurlar, tez hirslənirlər, lakin başladıqları işi mütləq sonuna yetirirlər, məqsədli olurlar. Bir də səbirsiz. Bəli. Çətinliklərdən çəkinmirlər xoleriklər. Möhkəm olurlar. Bəli. Xoleriklər möhkəm olurlar, bəli. Çətinlikdən çəkinmirlər, qaçınmırlar. Çətinliyə sinə gəlməyə bacarırlar.
kəm hövsələ və aqressiv ola bilirlər. Aqressiv və kəm hövsələlidirlər. Hər şeyə tez reaksiya verirlər. Etibarlıdırlar. İş yerini dəyişməyi sevmirlər. Ümumiyyətlə mühitini dəyişməyi sevmirlər. Biraz gec adaptasiya olurlar ona görə. Sanqvinklər. Sanqvink hər zaman harasa tələsir. Tələsən görürsünüzsə deməli sanqvinkdir. Gələcəyi düşünmürlər, bugün üçün yaşayırlar. Onlar üçün bugün, bu saat, bu dəqiqə var. Qərarlarını tez-tez dəyişən insanlar hesab edirlər. Emosionaldılar. İşə böyük həvəslə başlayırlar, amma sona çatmırlar. Sona çatdırmırlar çox vaxtı. Belə. Bax, bunlar da insan temperamentləridir. Bunlar adətən uşaq birliyi rəhbərinə düşə bilər. Amma mənə elə gəlir ki, Uşaqlığa düşə bilər müəllim. düşə bilər, onlara da düşə bilər. Uşaq kitabxana nə deyəcəydim? Yaş qrupları düşə bilər əsas uşaq birliyi rəhbərlərinə, elə deməli. Yaş qrupu da Mən onu bir-iki yerdən mövzular tapdım. Mütəxəssislər fərqli-fərqli müəyyən eləyir yaş dövrlərini. Bəziləri 3 yerə bölür, bəziləri 4 yerə. Əsasən 6-7 yaşa kimi bir dövrdür. 10-15 yaşa kimi bir. 15 yaşdan yuxarı 18 yaşa kimi isə artıq yeniyetməlik digər dövrdür. bəli. Yox, yeniyetməlik 10-15 yaş arası idi. Yeniyetməlik dövrünü 12-18 yaş götürürlər bəzi psixoloqlar. Ümumiyyətlə bir neçə nəzəriyyə var. Jean Piaget nəzəriyyəsi hazırda məktəblərdə, kurikulumun tərkibində də var. Məktəblər, yəni müəllimlər üçün Jean Piaget nəzəriyyəsi keçilir. Yaş xüsusiyyətləri Jean Piaget-də yaxşı göstərmişdir. Deməli, 2-7 yaş arasını bir qruplaşmışdır. Bu egosentrizm, yəni mərkəzləşmə dövrü kimi adlandırır. Yəni onlar yalnız öz prizmasından görməyə çalışır dünyanı. 7-11 yaş konkret əməliyyatlar mərhələsidir. Məntiqi təfəkkürün formalaşması, qorunma prinsipi, bax belə, əşyaları qruplaşdırma bacarırlar da bunu artıq, bax belə. Formal əməliyyatlar mərhələsi 11-15 yaş götürülür. 15 yaşdan da yuxarı da götürülə bilər. Burada mücərrəd düşüncə artıq fərziyyələr qurma, belə mühakimələr, artıq yetkin yaşlı insanlar kimi mühakimələr yürütməyə çalışırlar. Bax, bu da formal əməli mərhələdir. Əməliyyat. Aha. 15 yaşdan yuxarı da bəs 15 yaşdan yuxarıda, plus 15 yaş da götürürlər formal əməli mərhələni. Bir də Lev Vygotskyinin yaxın inkişaf zonası var, nəzəriyyəsi var, yaxın inkişaf zonası. Deməli, Lev Vygotskyinin sosial mədəni inkişaf nəzəriyyəsi var. Bax, bundan da düşə bilər. Orada əsas məqam nədir? Orada bir yaxın inkişaf zonası, scaffolding. Yaxın inkişaf zonası, scaffolding. Bax, bunlar əsas o nəzəriyyənin tərkibidir. Yaxın inkişaf zonası uşağın tək başına edə bildiyi ilə böyüyün köməyi ilə edə bildiyi arasındakı məsafəni göstərir. Yaxın inkişaf zonası. Scaffoldingdə uşağa göstərilən yaş qrupuna uyğun olaraq müəllimin şagirdə verdiyi dəstəyin dərəcəsidir. Yaxın inkişaf zonası scaffolding. Deməli, yaxın inkişaf zonası nə oldu? Uşağın bacara bildiyi ilə böyüyün köməyi ilə bacara biləcəyi arasındakı məsafədir. Yəni onu biraz da irəliyə aparır da yaxın inkişaf zonası. Yəni arasındakı məsafədir. Bəs nə zaman onu belə deyək də daha irəli aparır? Scaffolding zamanı. Yəni dəstək göstərilən zaman. Bax belə. Müəllimə, olar bir sual verim? Bəli. Mən onu da qeyd edeyim ki, kimdə kurikulum kitabı varsa da Jean Piaget-nin idraki inkişaf nəzəriyyəsini oradan oxusun. Düşə bilər bax oradan.
Çünki uşaq birliyi rəhbərlərində yaş xüsusiyyətləri göstərilib ki, düşə bilər. Bəli, buyurun. Müəllimə, ola bilsin ki, yəqin mən siz demisiniz qatışmışam, amma kitabxanalar neçə sinif olanda kitabxanaçı olur, kitabxana Aha, müdiri olur. Onlara deyərdiniz, mən qeyd edərdim. tamam. Əslində mən onu qruplara göndərmişdim 1996-cı ildə. Yoxdur sizdə o sənəd. Yox. Çünki onları mən bilmirəm deyənə. Bizdə qeydiyyatdan keçmişdi, amma bilinmir də imtahan nə vaxt olacaq, Hasan çağıracaqlar. Amma qeydiyyatdan keçmişik. İmtahan vaxtı biriləndə əlavə dərs keçərik. Mənə yazarsınız, mən sizə o sənədi göndərərəm. Amma yenə də bax, Yaxşı. belə də deyim, yox, belə deyim, amma sənədini də yenə özünüz də oxuyun, göz yaddaşı da yaxşıdır da. Demək necədir? Baxın, məktəblərdə, ümumi təhsil müəssisəsində yəni, şagirdin sayına və sinifin sayına uyğun yaranır ştatlar. Ştat şagird sayına və sinif sayına uyğun yaranır. Bəzilərində ştat sayı şagird sayına, bəzən də sinif sayına əsas götürülür. Kitabxanaçılarda sinif sayıdır. Məktəbdə 7 sinif olanda kitabxanaçı ştatı yaranır. Bir məktəbdə ən az 7 sinif varsa da burada kitabxanaçı ştatı olacaq. 10 sinifə qədər olacaq kitabxanaçı ştatı. Tam ştatla yaranır. 10 sinif olduqda kitabxanaçı ştatı ləğv olur, kitabxana müdürü ştatı yaranır. Bu 10 sinifdən 30 sinifə qədər bu formada olur. Artıq 30, yəni tək məktəbdə tək kitabxana müdürü ştatı olur. 30 və daha çox sinif olduqda burada həm olur kitabxana müdürü, həm də kitabxanaçı. Belə. Müəllimə, üzr istəyirəm. Müəllimə, 10 olanda kitabxanaçı ləğv olunur, kitabxana müdürü olur. Sonra bəs? Sonra 30 sinif olanda ikisi də olur. Kitabxana müdürü də, kitabxanaçı da yaranır. Bax, məsələn, məktəb var idi, 30 sinif var idi da məktəbdə. Həm kitabxanaçısı var idi, həm də kitabxana müdürü. 29 sinifi olan kimi kitabxanaçı ştatı ləğv olur. Bir də müəllimə, mən 2024-də girmişdim imtahana. Düşünürəm ki, mən onları bilmirdim. Yəqin onları mən səhv yazmışdım da. Məsələn, orada nə var idi? Kitablar necə düzülüşü, necə düzəlsiz? Aha. Bir də ki, o istiliklə bağlı temperatur, bir də nə idi? İşığı necə yandırarsınız? Onları mən bilməmişdim deyən, o vaxtdan beyimdə qalıb. İşığı necə yandırarsınız? İstifadə olunanda, hissəli yandırarsınız. Və onların mən cavabını hələ axtarıram, tapa bilmirəm. Çünki onlar bizə düşmüşdü. İşığı necə yandırarsınız? Necə yandırarsınız? İstifadə olunanda yandırarsınız, hissəli yandırarsınız ki, kitablara zərər dəyməsin deyənə. Belə bir sual idi, yəni. Hə. İşığı necə istifadə edilir? O otaqların işıqlandırılması, rütubətliliyi, yəqin ondan bağlı bir sual olubdu. Necə almışdılar ki, mən də onu deyim ki, yəni kitablara zərər dəyməsin deyənə, siz işığı necə yandırarsınız? Hissəlimi yandırarsınız, istifadə olunanda yandırarsınız da o iş vaxtıda, yəni. Bildim. Müəllimə, mən onları, siz mənə deyərsiniz, mən onları mövzu geniş olar barəsində qrupa göndərərəm. Yaxşımı? Kitabxanaçılar qrupuna bir dənə yazarsınız, ya şəxsi yazarsınız. Onlara cavab tutmamışam. Çünki mənim beynimdə elə qalıb ki, onlara mən cavabını bilmirəm də. İnşallah bir hələ düşsə. Tamam. Kitabxanada kitabların düzülüşü necə düzülməlidir? Tamam. Kitabxana haqqında əsasnaməni göndərəcəm. Oxuyarsınız. Düz deyirsiniz. Ora hələ göndərməmişəm. Kitabxana haqqında qanunu göndərmişdim sizə. Sizin üçün ayrıca dərs təşkil edəcəm əlavə olaraq. Onda danışarıq onları, sırf müzakirə edərik. Kitabxananın vəzifə üzrə sualları bəli, çox olur, genişdir. Yeri gəlmişkən, xanımlar, baxın, gəlin biz laborant ştatı nə zaman yaranır? Bir dəfə imtahanda elə bundan da sual düşmüşdü. Məktəbdə 10 sinif olanda və 10 sinifin olmağı şərt deyil, ola bilsin 30 sinifi var. Amma otaq yoxdur, laboratoriya yoxdur, fizika, kimya laboratoriyası yoxdur. Onda heç olmayacaq. Yəni, 10 sinif olmalıdır ən azı. Bir də laboratoriya olmalıdır ki, laborant ştatı yaransın. 10 sinif olanda bir ştat yaranır. Məsələn, həm fizika, həm kimya varsa, deməli 0,5 ştat
fizika olacaq, 0,5 ştat kimya olacaq. Bu deməli bu 17 sinifə qədər bu cür davam eləyir. 17 sinif yox ha, yəni 16 sinifdə daxil olmaqla bir ştatla davam edir. Artıq məktəbdə 17 sinif olduqda 1,5 ştat olacaq. Yəni 0,5 ştat artır laborant ştatı. 1,5 ştat 23 sinifə qədər davam edir. Yəni 22 sinifdə daxil 1,5 olacaq. Məktəbdə sinif artarsa, 23 sinif olarsa, olacaq 2 ştat laborant, tam ştat fizika, tam ştat kimya. Onu qeyd edeyim, bax bu demək kompüter laborantlarına aid olmur. Şamil deyil kompüter laborantlarına. Bu sırf fən laborantlarıdır. Sonra da dəxli yoxdur da. Yəni 30 sinif olanda, 39 sinif olanda kimi 2 ştat gedir. 40 sinif olduqda 3-cü laborant ştat açılır. 3-cü laborant ştatı da ya kimya verilir, ya fizika. Əvvəllər deyirdik biologiya, çünki biologiya məktəblərdə olurdu otağı, laboratoriyası. İndi yox, artıq biologiya deyilmir. Fizika ya kimya verilir. Deməli, baxın, bir də ümumiləşdirmə eləyirəm. Məktəbdə 10 sinif olanda bir ştat yarandı. Nə vaxta kimi bir ştat davam eləyir? 17 sinifə qədər. Artıq 17 sinif varsa da məktəbdə olacaq 1,5 ştat. 1,5 ştat neçə sinifə qədər davam eləyəcək? 23 sinifə qədər. 23 sinif olduqda 2 ştat olacaq. Nə vaxta qədər 2 ştat olacaq? 40 sinifə qədər. Artıq məktəbdə 40 və daha çox sinif olduqda 3-cü ştat yaranır. Cəmi məktəbdə 3 ştat laborant ştatı olur. Uşaq birliyi rəhbərində deyim. Məktəbdə 7 sinif olduqda uşaq birliyi rəhbəri bir ştat yaranır. Elə həmişə də bir ştat davam edir. Sinif sayı nə qədər artsa da. Katibə. Müəllimə, bir sual verə bilərəm. Bəli, buyurun. Bu ştatlar müəllimə hər ixtisasa özünə uyğun düşür imtahanda. Hə, bəli, bəli. Yoxsa laborant misal üçün uşaq birliyinə düşə bilər? Yox, yox. Olmaz elə. Hə, çox sağ olun. Siz də sağ olun. Təsərrüfat müdürü. Bəli, bu arada Bəli. Bu arada bir dənə bu sualıma cavablandırardı, sözünüzü kəsirəm. Bayaq dediniz ya, sarışa verirəm, çıxmır elə bir şey. Bir dənə adını dəqiqliklə deyərdiniz, qeyd edərdim. Jean Piaget. Mən onun kitabdan göndərərəm şəklini çəkib. Tapa bilməsəz. Zəhmət olsun, xahiş edirəm mən. Çünki artıq axtardım, tapa bilmədim. Tamam. Çəkib göndərərəm kitabını. Buyurun, davam edin. Təsərrüfat müdürü nə vaxt yaranır məktəbdə? Məktəbdə 10 sinif olduqda təsərrüfat müdürü ştatı yaranır. 20 sinifə qədər. 20 sinifdən sonra təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə keçir. O təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi olduqda artıq orada uşaqların sayına uyğun da əmək haqqı artımı olur onlarda. Belə əsas Müəllimə, kitabxanası uşaqların sayına görə əlavə olunur maaş. Xeyr. Kitabxanaçı ştatı sinif sayına uyğun yaranır, sinif sayına uyğun bağlanır. Şagird sayı sinif sayından idarə olunur. Şagird sayı təsir eləmir. Amma çox düzgün yanaşma. Bizdə elə məktəb var ki, 2000 şagirdi var. Amma elə məktəb var ki, cəmi 800 şagirdi var. Hə, məsələn, 500 şagirdi olan, məsələn, 30 sinifi olana da 2 ştatlı olur. Bir ştat kitabxanaçı, bir ştat kitabxana müdürü. 90-100 sinif olanda da bir kitabxanaçı, bir kitabxana müdürü olur. Bəli, dəyişmir. Dəyişmir. Başqa baxaq görək. Nədən sual verim sizə? Müəllimə, reaksiyalardan düşməz? Düşür. Düşə bilər. Düşür. Sadə formalardan. Bəli. Fiziki biliklərdən. Belə mürəkkəb formada yox. Sadə formada bir 2 sual falan düşə bilər. Bəzi yerdə heç düşmür, amma qubaq açmazda əvvəlki illərdə düşmür.
Mən sırf kimya aid olanları mən sizə yadıma düşənləri deyim. Məsələn, paltara düşən yod ləkəsi nə ilə təmizlənir? Qeyd edin. Sonra düşmüşdü. Sulfat turşusu dəriyə düşərsə nə ilə təmizlənməlidir? Natrium karbonatla təmizlənir də deyəsən, Bir dəfə soda. bir dəfə sual düşmüşdü ki, gümüş nə ilə təmizlənir? Bax, bunu da qeyd edin. Bunların hamısı axtarış versəz internetdə var. Bax, bir dəfə də bu düşmüşdü. Gümüş nə ilə təmizlənir? HKSO4 nə ilə təmizlənir dəriyə düşərsə? Yod ləkəsi düşərsə nə ilə təmizlənir? Mən bu ödənişli laborant qrupunda onunla bağlı göndərmişdim bəzi şeyləri. Yanğından mühafizə norma və qaydalarından sual düşəcək. Bax, yanğınla bağlı sual cavab elədik ümumi olaraq. Mən sizə keçən... Müəllimə, uşaq birliyi rəhbərinə düşür bu suallar. Yodun tərkibi. Yox, o uşaq birliyindən yox. O laboratoriyaya düşür. O fizika, kimya, hə də o laboratoriya. Demək, laborantlara 20 ixtisas üzrə sual olacaq, İKT bacarıqları üzrə 10, məntiqi təfəkkürün yoxlanması üzrə 10 sual olacaq. 20 suala düzgün cavab verən namizəd müsahibəyə dəvət olunacaq. Müəllimə, bəs uşaq birliyi rəhbərliyində? Uşaq birliyi rəhbərində də ümumi olardı. Burada var da, yəqin Quba Xaçmaz üzrə imtahana girəcəyim müəllimələrimiz. Burada bəli. Burada mən varam, başqa bilmirəm varsa. Məntiq, İKT, yəni eyni düşür zaten. Qanun hissələr fərqli olur, ixtisas hissələri. Hər birinizə. Təşəkkür edirəm. Arzulayıram. Baxın, yenə proqramımızda baxın. Qeydiyyat linkində göstərilmişdir. Qeydiyyat linkini də qruplarda paylaşmışdıq. Orada göstərilib. Nə ilə bağlı sualınız varsa da müəllimlər, mənə göndərin, yaxşımı? İstər qrupda, istər də şəxsidə yazın. Nə bacarsam yenə sabaha qədər nə olsa qənimət. Bugünlük yekunlaşdıraq. Hər birinizə uğurlar arzulayıram. Ən əsaslı odur ki, haqqınızda xeyirlisi nədir, o olsun. Həmişə xeyirlisini istəmək lazımdır. Xeyirli qisədə qismət olsun. Belə, başqa da sualınız varsa da... Sağ olun, müəllimə. Çox sağ olun. Siz də sağ olun. Sualınız olarsa yazarsınız. Sağ olun. Müəllimə, olar sual verim. Buyurun. Uşaq birliyi rəhbərliyi imtahanı ha vaxtdır? Yəni, məndə hələ deyəsən imtahan deyil. Qazax Tovuz Regional Təhsil İdarəsi üzrə hələ qeydiyyat başlamayıb. Sabah gedəcək olanlar Quba Xaçmaz Regional üzrədir. Avqust ayına kimi çəkə bilər bu, uzana bilər, yəni uşaq birliyi. Qeydiyyat? Bəli. Qeydiyyatın başı ola bilər, bir aydan da sonra ola bilər, 15 gündən də sonra ola bilər. Onun vaxtını bilmirik ki. Facebook səhifələrini həmişə izləyin. Facebook səhifəsində paylaşılır. Mən də öz statusumda, qruplarda paylaşırım. Bəli, mən izləyirdim. Avqust ayına kimi deyirdilər, yəni çəkə bilər də, iyun, iyul. Hə, onlar rəsmi məlumatlar deyil. Ola bilər. Elə də ola bilər, belə də ola bilər. Gözləyək. Öncəki illərlə müqayisə eləmişdilər, yəni. Yox, bilsiz necə? Laboratoriyyanın imtahanı nasıl oldu? Hər il eyni vaxtda olmur, qətiyyən. Fərqli vaxtda. Keçən oktyabr ayında olmuşdu, bu il iyun ayında. Bəli, Çox fərq var. yaranan tələbata əsasən. Yəni, vakansiya əsasən, yaranan vakansiyalar əsasən müəyyən edilir. Onun qeydiyyatın başlaması. Xüsusi olaraq müəllimlərin işə qəbulu kimi həmişə yay ayında olması kimi bir şey yoxdur da bu vəzifələr üzrə. Tamam, hələlik inşallah
Görüşərik. İmtahandan çıxandan sonra mənlə mütləq əlaqə saxlayırsınız. Mənə də maraqlıdır, necədir vəziyyət, necə oldu? Sualları bizlə paylaşarsınız. Uğurlar.